Hər il geosiyasi gərginliklər, iqtisadi böhranlar, bazar şokları kimi müxtəlif çağırışlarla üzləşirik və üzv ölkələrimizin tələbatını qarşılamaq üçün bu çətin şəraitdə fəaliyyət göstərməli oluruq. Bu fikirləri Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının Xəzinədarlıq Departamentinin baş meneceri Ahmet Can ASTV Xəbərə eksklüziv müsahibəsində bildirib. ITFC İslam İnkişaf Bankı qrupunun qurumlarından biridir. Əslində qeyri-müəyyənlik bizim üçün adi fəaliyyət mühitidir. Hər il geosiyasi gərginliklər, iqtisadi böhranlar, bazar şokları kimi müxtəlif çağırışlarla üzləşirik və üzv ölkələrimizin tələbatını qarşılamaq üçün bu çətin şəraitdə fəaliyyət göstərməli oluruq. Hər il üzv ölkələrimizə təsir edən problemlərlə qarşılaşırıq. Lakin bu ölkələrdə ən çox təsirə məruz qalan sahələr enerji və ərzaq təhlükəsizliyi sektorlarıdır. Biz burada yalnız öz maliyyələşdirməmizi təqdim etmirik. Eyni zamanda tərəfdaşlarımızdan vəsaitlər cəlb edərək üzv ölkələrimiz üçün yaradılan təsiri daha da artırmağa çalışırıq.